Salam, hörmətli izləyicilər. Bugün Dövlət İmtahan Mərkəzinin Azərbaycan dili 2025-ci ildə nəşr elədiyi Azərbaycan dilindən test toplusundan fonetika bölməsinin izahına baxacağıq. Başlayaq. Hansı sözlərdə Q hərfi K səsini ifadə edir? Məqsəd yazılır. Tələffüzdə nə olacaq? Məqsəd. Deməli, bu mənim şərtimi ödəyir. Qəbul yazılır, qəbul deyilir. Qəzet yazılır, qəzet deyilir. Nöqtə yazılır, tələffüzdə nə olur? Nöqtə. Deməli, 4 də mənim şərtimi ödəyir. Maraq yazılır, tələffüzdə olacaq maraq. Deməli, 5 mənim şərtimi ödəmədi. Diqqət sözündə 2Q yanaşı gələndə birinci K kimi tələffüz olunur. Olacaq diqqət. Deməli, 6 da mənim şərtimi ödədi. Maqnit yazılır, maqnit deyilir. Miqyas yazılır, miqyas deyilir. Olacaq 1, 4, 6. Hansı cərgədəki sözlərdə uzun tələffüz olunan sait vardır? Deməli, baxaq. Ədavət sözü olacaq ədavət. Ərazi yazılır, ərazi tələffüz olunur. Ədalı yazılır, ədalı tələffüz olunur. Əlavə yazılır, əlavə tələffüz olunur. Elə bizdən də soruşur ki, hansı sözlərdə uzun tələffüz olunan sait var? A variantı mənim şərtimi ödədim. Düzgün cavab olacaq A bəndi. Burada məsələn əqrəb sözündə uzanma yoxdur. C-də ekran sözü uzanmır. Burada əmi qızı, əmi oğlu sözlərində uzanma yoxdur. E-də ertə sözü uzanmır. Düzgün cavab A bəndi. Hansı sözlərdə qoşa samitlərdən ikincisi tələffüz, cingiltili tələffüz olunur? Baxaq. Deməli, qoşa Ç yanaşı gələndə Ç-nın biri necə tələffüz olunurdu? C kimi. Olacaq nə? Təfəkkür. İkinci Ç C kimi tələffüz olunacaq. Daha sonra qoşa T-lar yanaşı gələndə biri necə tələffüz olunur? D kimi. Müfəttiş. Deməli, bunlar mənim şərtimi ödəyir. Libretto yazılır. Libretto deyilir. 3 də mənim şərtimi ödəyir. Şəffaf yazılır. Elə şəffaf deyilir. 4-ü çıxıram. 4 harda varsa o variantları çıxaq. Qəssab yazılır. Qəssab deyilir. Hoppanmaq sözündə də ikinci P B kimi tələffüz olunacaq. Q-da X kimi. Bu heç. Həssaslıq yazılır. Həssaslıq deyilir. Cavab olacaq 3-də B bəndi. Hansı nümunələrdə birinci sözün son samiti cingiltili tələffüz olunmur? Deməli, bu zaman əgər özündən sonra saitlə başlanan şəkilçi və ya söz gələrsə, ya olduğu kimi qalır, ya da cingiltili tələffüz olunur. Samitlə başlanan şəkilçi və yaxud da söz gələrsə isə kar qarşılığı kimi tələffüz olunur. Deməli, baxaq. Palıd sözündən sonra samitlə başlanan söz gəlib. Ona görə nə olacaq? Palıd sözündə olacaq palıd. T kimi tələffüz olunacaq. Bizdən də olunmayanlar istəyir cingiltili. Deməli, biri 1-dir. 1 mənim şərtimi ödəyir. Armud ağacı elə olduğu kimi tələffüz olunacaq. 2-ləri çıxıram. 4 manat. Özündən sonra samitlə başlanan söz gəlib. Deməli, cingiltili tələffüz olunmayacaq. 3-ü də götürürəm buradan. Arıq, uşaq, sait gəlib özündən sonra cingiltili tələffüz olunacaq. Ona görə mən 4-ü də çıxıram. Qalır nə? 1, 3, 5. 5-də də kitab satışı. 5 də mənim şərtimi ödəmir. Çünki ödəyir. Cingiltili tələffüz olunmur. 5. K hərfi hansı sözdə Y samitinin kar qarşılığını ifadə edir? Deməli, Y-nın kar qarşılığı nədir? X üstü iştirik. Baxaq. Lakonik yazılır. Necə tələffüz olunur? Lakanik. Liderlik yazılır. Olacaq liderlik.
Türk yazılır, elə türk də tələffüz olunur. Məkkə yazılır, Məkkə deyilir. Əmlak yazılır, əmlak tələffüz olunur. Bizdən də y-nın kar qarşılığını istədiyi üçün cavab olacaq B bəndi. 6. İlk sözün son samiti kar tələffüz olunur. Deməli biz dedik ki, özündən sonra saitlə başlanan şəkilçi gələrsə, ya olduğu kimi qalır, yəni cingiltili tələffüz olunacaq. Ona görə mən B-ni çıxıram, D-ni çıxıram, Y-ni çıxıram. Baxıram, A ilə C qaldı. Əncir yazılır, elə əncir deyilir. Yəni bu qayda R samitinə aid deyil. Elə C-ni də çıxıram. Fındıq sözündən sonra samitlə başlanan şəkilçi gəlib. Olacaq nə? Fındıq. Cavab olacaq 6-da A bəndi. Hansı sözdə Q hərfi X kimi tələffüz olunmur? Baxaq. Yumşaq yazılır, tələffüzdə yumşaq olur. Bulaq yazılır, bulaq deyilir. Yaylaq yazılır, yaylaq deyilir. Ovlaq yazılır, ovlaq deyilir. Deməli A getdi. Qaymaq yazılır, qaymaq deyilir. Bayraq, bayraq. Uzaq, uzaq. Zanbaq, zanbaq. Deməli B-də mənim şərtimi ödəmir. Yarpaq, işıq, qabaq, otaq. C-də mənim şərtimi ödəmədi. Buruq, sarıq, çarıq. D-də mənim şərtimi ödəmir. Amma baxın, üfüq. Bunlar hamısı K olacaq. Şəfəq, müvafiq, sadiq. Ona görə 7-də cavab E bəndi. 8. Yarışda birinci gələn bizim Məhəmməddir cümləsindəki hansı sözdə cingiltili samitlərdən biri kar tələffüz olunur? Baxaq. Deməli, burada qoşa samitli sözü axtarmalıyıq. Belə bir sual olanda. Bu 5-ci sözdədir. Məhəmməd, bax, bu D-nın birinci də olacaq. Məhəmməddir. Burada da tələffüzü R itəcək, tələffüzü belə olacaq. Deməli, cavab nə oldu 8-də? A bəndi. Davam edirik. Cərgələrin birində bütün sözlərdə uzun tələffüz olunan qapalı sait var. Bax, Asiman sözündə A uzun tələffüz olunur. Elə mən buradan A-nı çıxıram. Sonra etibar sözündə E uzun tələffüz olunur. Nümayiş sözündə A uzun tələffüz olunur burada. Məruzə sözündə Ə uzun tələffüz olunur. Mən B-ni də çıxıram. Xüsusi sözündə U uzun tələffüz olunur. Xüsusi. Musiqi. Burada da qapalı sait uzun tələffüz olunur. Təriqət. Burada da qapalı sait uzun tələffüz olunur. Məndən şərt də nə istəyir? Bütün sözlərdə uzun tələffüz olunan qapalı sait var deyir. Eləcə mənim şərtimi ödəyir də. Məsələn, daxili sözündə də açıq saitdir. Xarici sözündə də açıq sait uzun tələffüz olunur. Mədən sözündə də uzanma bura düşür. Mötərizə, memar. Bunlarda açıq sait uzun tələffüz olunur. Cavab olacaq 9-da C. 10. Hansı sırada nöqtələrin yerində X tələffüz olunmalıdır? Baxaq. Burada sait gəlib. Ona görə nə olacaq? Qonaq. Burada Q olacaq. A getdi. Əxlaq nümunəsi. Bax, Q olacaq. Bulaq suyu. Tələffüzdə necə olacaq? Bulaq suyu. Soyuq, auditoriya, qulaq, asmaq. Burada da Q olacaq. 10-da cavab C bəndi. 11. Sözlərin hansında Q hərfi K səsini ifadə edir? Torpaq yazılır, torpaq deyilir. Burada Q X kimi tələffüz olunur. Ona görə mən 1 olan variantları çıxıram. Rəqs. Rəqs yazılır, rəqs tələffüz olunur. Deməli, burada K olur. 2 mənim şərtimi ödəyir. Miqyas yazılır, miqyas deyilir. Mən 3 olan variantları da çıxıram. Qütb sözündə Q yazılır, elə Q deyilir. Qayıq sözündə burada birinci Q kimi, Q da X kimi tələffüz olunur. 5 də mənə lazım deyil. Layiq yazılır, olur nə? Layiq. Deməli, 6 mənim şərtimi ödədi. Maqnitofon. Burada da Q kimi tələffüz olunacaq. Cavab oldu nə? 11-də E variantı. 2, 6, 12.
Hansı sözün ilk samiti onun çar qarşılığı ilə əvəz edilsə, yeni mənalı söz yaranmaz. D-nın çar qarşılığı nədir? T. Məsələn, dələ yerinə tələ yazsam, bu yeni mənalı sözdür. A-nı çıxıram. Zaman yerinə burada s yazsam, saman, bu da yeni mənalı söz yaradır. Zəfər yerinə səfər yazsam, bu da yeni mənalı sözdür. Vaza, v-nın yerinə f yazsam, olacaq nə? Faza. Bu da yeni mənalı söz yaradır. İşığın fazası. Amma c yerinə ç yazsam, köhfər yeni mənalı söz yaratmır. 12-də cavab D. 13. Hansı cərgədəki sözlərin yalnız birində uzun tələffüz olunan sait var? Burada deməli 13-də katib sözündə A uzanır, siyasət, A uzanır, elan, bunların hamısında uzanma var. Burada səyyah sözündə uzanma yoxdur, amma qasid və təcili sözlərində uzanma var. B-ni də çıxıram. Şikayət, heca, ənənə. Deməli, bu sözlərdə şikayət, bir dənə şikayət sözü uzanır. Heca və ənənə sözlərində uzanma yoxdur. 13-də cavab olacaq C bəndi. 14. Cərgələrin birində Q hərfi ardıcıllıqla Q, Q, X və K səslərini ifadə edir. Baxaq. Məndən bu ardıcıllığın gözlənilməsini istəyir. Üfüq xətti. Burada K kimi tələffüz olunacaq. Elə ona görə mən A-nı çıxdım. Deməli, qulaq aparatı. Birinci Q, Q kimi. Özündən sonra sait gəldiyi üçün nə olacaq? Qulaq, Q kimi. Samitlə başlanan söz gəlib. Olacaq otaqsız. Məqsəd sözündə də K kimi. Məndən də elə nə istəyirdi? Q, Q, X və K səslərini ifadə elədi. D variantı mənim şərtimi ödədi. Baxaq. Haqqında sözündə olacaq nə? Haqqında. Heç bu mənim şərtimi ödəmir. Qalanlarına baxmıram. Çünki ardıcılığı gözləmək lazımdır. Müşfiq sözü müşfiq. Bu da ardıcıllıq pozulub. Aşiq, aşıq, əqidə. Burada da ardıcıllıq pozulub. 14-də cavab olacaq. B bəndi. 15. Tərkibində uzun tələffüz edilən sait vardır. Bax, Kamal sözündə uzanma yoxdur. B ilə Y-ni çıxdım. Deməli, B ilə Y-ni çıxdım. Kitab sözündə də uzanma yoxdur. 4-də çıxıram, D variantında itirdim. Bax, məsələn, burada variantla işləsəm, qurum sözündə də uzanma yoxdur. A-nı da çıxdım. Cavab oldu nə? 2, 3, 7, 8. Laləzar. Sonra daimi sözündə uzanma var. Daimi sözündə belə olacaq. A uzanır, arasına da Y samiti artırılır. Olur nə? Daimi. Xüsusi sözündə də. Xüsusi. Əhatə. Belə olacaq. 15-də cavab C bəndi. 16. Hansı nümunədə ilk sözün son samiti kar tələffüz olunur? Bu zaman baxırıq ki, özündən sonra saitlə başlanan şəkilçi və ya söz gəlməsin. Bax, burada B, C, Y, D hamısında saitlə başlanan şəkilçi gəlib. Amma A variantında tələffüz necə olacaq? Qıraq. Çünki özündən sonra samitlə başlanan şəkilçi söz gəlib. 16-da cavab olacaq. A bəndi. 17. Hər iki sözə saitlə başlanan şəkilçi artırdıqda sözün sonundakı Q samiti X samitinə keçmir. Deməli, uşaq uşağın burada keçir, yaraşıq yaraşığın. A-da hər ikisində keçir. Ona görə A-nı çıxıram. Bizdən deyir ki, hər ikisində keçməsin. Qonaq sözündə Q-ya keçir, amma nitq sözündə keçmir. Ona görə C də mənim şərtimi ödəmir. Y-də də bıçaq sözündə keçir, sadiq sözündə Q-ya keçmir. Ona görə Y-ni də çıxıram. D variantında birində üfüq sözündə keçmir, yaraq sözündə keçir. D-ni də çıxıram. Meeting, meetingin, piroq, piroqun. 17-də olacaq cavab B. Hər ikisində keçməyən istəyir. 18. Cərgələrin birində G hərfi ardıcıl olaraq Q, G, X və K səslərini ifadə edir.
Deməli 18-ə baxaq. Bax, burada birinci q səsini verir, qulaq sözü. Amma özünün sonra samit gəlir, bax, ona görə nə olacaq? X. İkinci olaraq q səsini verməlidir. Ona görə A-nı çıxıram. Üfüq xəttində K kimi tələffüz olunur. B də mənim şərtimi ödəmir. Çıxıram. Haqqında bu olacaq nə? Birinci K kimi tələffüz olunur. C-ni də çıxıram. Qonaq otağı, deməli bax bu Q kimi, özünün sonra sait gəldiyi üçün Q kimi, yarpaqdan X kimi, rəqs sözündə də K olacaq. Deməli D mənim şərtimi ödədi. Y-yə baxaq. Q kimi, Q kimi, X kimi tələffüz olunur. Bura kimi düz gəlir. Amma bu qamışdıq sözü belə olacaq. Bax, qamışdıq. Bu mənim şərtimi ödəmir. Ona görə E-ni də çıxıram. 18-də cavab olacaq. D bəndi. 19. Cərgələrin birində Q hərfi 3 müxtəlif səsi ifadə edir. Yaraq, qapaq, qəlb. Burada da Q səsini verir. Burada 2 müxtəlif səs ifadə etdi. X və Q səslərini. Çanaq, aşıq, şəfəq. Burada da 2 müxtəlif səsi ifadə elədi yenə. Nöqsan, K kimi, qərargah, Q kimi, rəqs sözündə də K kimi. Deməli, burada da 2 müxtəlif səsi verdi. B-yə baxırıq. Burada Q kimi, X kimi, X kimi, Q kimi. Deməli, burada da 2 müxtəlif səsi verdi. Amma çıraq, məqsəd, tok, qa. Deməli, hansı səsləri verdi? X, K, qa. 3 müxtəlif səsi verdi. 19-da cavab olacaq. D bəndi. 20. Klasteri tamamlayan fikirləri müəyyən edin. Əgər klasterdə düz fikri verirsə, biz düzləri seçməliyik. Klasterdə düz fikirləri verirsə, düzləri seçməliyik. Y samiti bəzi sözlərin tərkibində qoşa işləndikdə tələffüzdə biri düşə bilər. Bəli, bu düşə bilər tələffüz zamanı. Y maniyəli tələffüz olunur, çünki samitdir. Bəli. Y-nın çar qarşılığı. Deməli, məndən düzləri verdiyi üçün düzləri seçməliyəm. Çar qarşılığı yoxdur. Bu səhv fikirdir. Bunu götürə bilmərəm. Söz sonunda qoşa gələ bilər. Xeyr, bu da səhv fikirdir. Yazıldığı kimi tələffüz edilən qoşa samitli söz yoxdur. Var. Bu da səhv fikirdir. Sözün əvvəlində yazıldığı kimi deyilir. Bəli, bu düzdür də. Y yazılır, y da deyilir. Söz sonunda işlənə bilmir. Niyə işlənə bilmir ki? 20-də cavab olacaq. D bəndi. 21. 4 məqamda qalın, açıq, dodaqlanmayan saitin tələffüz edildiyi sözü müəyyən edin. Oratoriya yazılır, oratoriya deyilir. Deməli, burada neçə məqamda qalın, açıq, dodaqlanmayan sait oldu? 1. Bu A-ları dediyi üçün 3 məqamda oldu. A-nı çıxdım. Orfoqrafiya yazılır, orfoqrafiya olur. Düzdürmü? 4 dənə məqam oldu mu? 1, 2, 3, 4 dənə A oldu. Deməli, elə B mənim şərtimi ödəyəcək. Morfologiya yazılır, morfologiya deyilir. C-də səhvdir. Maqnitofon yazılır, maqnitofon deyilir. D-də mənə lazım deyil. Astronomiya yazılır, astronomiya deyilir. E-də mənə lazım deyil. 21-də düzgün cavab olacaq. B bəndi. 22. Fərqləndirilmiş sözlərdən hansıların son samiti cingiltili tələffüz olunur? Cingiltili tələffüz olunması üçün özündən sonra saitlə başlanan şəkilçi və yaxud da söz gəlməlidir. Burada bayraq sözündən sonra sait gəlib. Deməli, biri olacaq 1. Bayraq mənliyimdir, bayraq kimliyim. Burada hər ikisində X kimi tələffüz olunacaq. Çünki özündən sonra samit gəlib. Bayraq öz yurduma, öz hakimliyim. Bir də olacaq 4. Düzgün cavab 1, 4. 23-ə baxırıq. Hansı bəndlərdəki sözlərdə K, Y, Q, Ğ əvəzlənməsi baş vermir? Deməli, iştirakınız, iştirakı, iştiraka. Bunlarda baş vermir, görsünüz. Külək, küləyin, küləyə. Bax, küləyə, küləyi. Deməli, burada baş verdi. 2 mənə lazım deyil.
Müttəfiqimiz, müttəfiqin 3-də də olmadı. Bayraq, bayrağın. Burada da olur. Bayrağın məsələn. Cavab olacaq nə? 1, 3, 24. Hansı sözlərdə cingiltili samit özünün çar qarşılığı kimi tələffüz olunur? Bir sözləri yazsaq. Təmiz, çarıq. Bax, bu q, x kimi tələffüz olunur. Amma q'nın çar qarşılığı nədir? K. Ona görə bir mənə lazım deyil. Buluddan. Deməli, d-nın çar qarşılığı nədir? T. 2 mənə lazımdır. Olacaq nə? Maraqla. Yenə q, x kimi tələffüz olunur, amma q'nın çar qarşılığı k-dır. Şəfəqlər sözündə q olacaq k kimi. Deməli, bu mənə lazımdır. Palıdın sözü də yazıldığı kimi tələffüz olunacaq. Düzgün cavab olacaq nə? 2, 4. Videonu bəyənib paylaşmağı unutmayın. Sağ olun.